Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib. Xəzər xəbərin WhatsApp nömrəsinə şikayət edən gözətçi Ceyhun Şəfiyev ona qarşı səsləndirilən iddiaları qəbul etmir. Onun sözlərinə görə qardaşı Anar Şəfiyevlə birlikdə 22 nömrəli orta ümumtəhsil məktəbində gündüz və gecə növbəsində gözətçi vəzifəsində çalışırlar. Qardaşı Anar Şəfiyev 10 gün müalicə olunması üçün reabilitasiya mərkəzində olub. Lakin onun əmək haqqı natamam yazılıb. Buna görə də Anar Şəfiyev bu barədə qardaşına məlumat verib. Ardınca şəhər prokurorluğuna müraciət edib. Ceyhun Şəfiyev məktəbdə qadına zədə yetirmədiyini və sadəcə haqqını tələb etdiyini bildirib. Mənim qardaşımın gününü kəsmişdilər. Mənim qardaşım 2-ci Qarabağ qazisidir. Mən də bununla gününü kəsmişdilər. Birinci reabilitasiya mərkəzində müalicə almışdı. Orada olduğuna görə kağız da gətirib vermişdi bunlara. Sonra mənə qayıtdılar ki, səninlə birlikdə bəs qardaşımın gününü kəsir. Mən də gəldim burada zavxozdan soruşam ki, nəyə görə gün kəsirsən? Bu da mənə qayıtdı, dedi ki, açıl başımdan, sən kimsən? Belə otağına deyib gidəndə mən də buna dedim ki, burası sizin şəxsi əmlakınız deyil. Mənim burada şərəf və ləyaqətim alçalıb. Çünki o qadına mən o qadına əl qaldırmamışam. Məktəbdən Xəzər xəbərə bildirildi ki, Ceyhun Şəfiyev 14 may səhər saatlarında məktəbin xadiməsi olan qadına yumruq vurub. Artıq dərəcədə çox təhqirlər eşitdim. Bununla bağlı mən ta otağıma gedənə qədər bu elə bir hücumla üstümə gəlirdi ki, elə bildim sanki məni döymək istəyirdi də bu adam. Mənim hayküyümə, səsimə xadiməm çıxdı otaqdan, gördü mənim səsküyüm gəlir və məni araladı o adamla, gətirdi ki, Sevir, gir otağa, Ceyhun, sən get, belə elədi ona. Şəfiyev Ceyhun qapını öz tərəfinə necə möhkəm dartanda qız elə bir ki, qapı ilə bərabər getdi, elə bir ki, çöl tərəfə çıxdı və qolu hissəsi sağ tərəfdə durduğu bir halda qolunu vurdu ki, çəkil. Yəni, keçin bilmirəm, sevinci vurunmu, məqsədlə nə etmək istədiyini daha orasını bilmirəm. Baş vermiş insidentlə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədi ilə zəruri ekspertizalar təyin edilib. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılıb.